Herkese salam, kanalıma və yeni bir vloguma xoş gəlmisiniz, səfa gətirmisiniz. Necəsiz qızlar? Ümid hər biriniz yaxşısınız. İsti yay günləriniz inşallah ki, yaxşı keçir. Biz də yeni günə bismillah dedik, qalxdım, birinci termopotu yandırdım. Daha sonra qəşəng çay dəmlədim. Bugün işlərim çoxdur, həm pastellər dəyişəcəm, həm yemək falan həyətdə istəyib pişirək bugün yeməyimizi, həm evi yığışdıracağım. Birinci ama evin işini bitirim ki, rahat həyətdə oturub nuş edə bilim yeməyimi. Demək, düşündüm ki, neçə vaxtı soğanlı, pomidor, yumurta eləmirəm. Dedim, qoyum da hazırlayayım, qəşəng nuş edək. Belə, bir baş soğan, 2 dənə pomidor, yarı para biber, acı biber. Belə çox sevirəm mən. Pastellləri çıxartmışam qızlar indi. Mətbəxin son halı budur. Buralar işi sərgiyə salacağım. Birlikdə inşallah. Sizlərə də bilirəm həvəs olur. Pastellləri həm özümüzünki, həm mənimkilərdir. Belə. En son bütün nə var artıq əski hamısını buraya yığdım ki, burada indi sərgi səhman yaradarıq. Sonra evi prisoslayarıq, silərik bir yerdə, xalçalar değişdirəcəm, çırpacağım. Belə qəşəng gül kimi sərgəli oldum. Ben da değişdim uşağın qəşəng, tərtəmiz. Hələ də bu naçaları bura belə qoyuram çünki Ömər hələ də başını falan çırpır bura. Ona görə belə oyuncağını da bura koydum. Hər yan sərgəldir, yəni ki, oyuncaqları falan şkaflarımın içi belə sərgəldir. Bu hissəni də təmizlədim. Yorğan var idi, bir dənə adyal var idi. Onları da havaya asmışam. Dəhşət güneş var. Qəşəng hava var, amma əsl belə yorğan döşək havaya çıxartmaqlıq havadır. Belə. Sağ olsun mamam keçən il bu yorğanı ximçiskaya vermişdi. Bu belə əldə yulası bir şey deyil. Yəni hazır qut gündən olan yorğandır. Bunu mamam sağ olsun verdi ximçiskaya. Belə. Bu ədyalım da əslində təmizdir. Çirk falan deyil də. Yəni üstünə üz falan çəkib istifadə eləmişəm, amma bəlkə indi bir ara boş vaxt tapıb bunu bir dənə həyətdə elə yuyaram. Bəlkə də ximçiskaya verərəm. Yastıqlarım var çünki hansı ki maşına falan, yəni ki olmaz da salmaq. Yataşdan aldıqlarım. Onların birlikdə bəlkə ximçiskaya verərəm. Asvecisi olsun. Belə. Buna baxın. Kəpənəyə bax. Elə rəngli kəpənəklər var həyətimizdə qızlar. Hələ bu ağdır da. Buna baxın, güllərim də açıb qəşəng. Meyvə də gəlib. Üstündə boldu meyvəsi. Belə. Kölgədə qalsın. Güllərə baxın, güllərə. Ne güzeldir. Hə? Biraz su verim qalsın kölgədə biraz. Buna olmaz güneş. Mən elə oyuncağı ilə su verim. Dedim orada qalmasın. Balaca qurbağa balalar var. Bir de görürsünüz hoppanırlar. Yerə gül falan qoysan hoppanırlar için sonradan götürənlərində diksinir də. Belə. Bu bilirsiniz nədir? Kırmızı belə acı biber var ya, bax o. Qonşum hədiyyə verib. Sağ ol. Belə Ömərin vəsabətində yana kölgəyə qəşəng kamazı da kölgəyə həyətdə xoşlayır oynasın. Nasıl bura? Buralar bunu silmirəm indi. Akşam tərəfə evdə düşəcək, onu siləcəm. Deyə bə. İştahımızı görək.
Uyudum qızlar. İndi rakvinanı, bir də qazı siləcəm, bir də ümumi bu dəzgahı bütün silmək istəyirəm. Ondan sonra evi toz soğanlamağa başlayacağım, silməyə başlayacağım. Belə. Az əlavə edirəm, çünki çox kremli olursa təmizləmək olmur. Bütün YouTube'daki kızlar için video çektim size. Evet, geçen bana sözler, güzel yorumlar yazırsınız. Oldu Ömer. Oldu oğlum. Ne? Güneş gitmeyip hele. Hayır. Hava çok istedi. Keçsin koy. Sonra çıkacak. Gel üstten uzun kol giyin. Tez ol. Uzun kol giyin. Davay. Haydi. Tez ol. Kızlar, buraya şoku doldurdum. Şu besiller fırlansın birinci. Sonra qaralar atacağım. Buralar tertemiz oldu, gül kimi. Baxın. Belə. Parıldayır. Buralar təmiz. Hər yer təmiz. Rakınlar təmiz oldu. Qablarım yuvub. Bir dənə çayniklə də üzümə yaşıl çay dəmləyəcəm. Все. Temperaturu 54 dərəcədir. Elə kakras nədir? Altı çayların falan üzərinə qatmaqlıq dərəcədədir. Belə. Temperaturunu da artırdım. Evdəkilər də çay falan verərəm. Mən bunu belə dəm kimi özüm üçün dəmləyirəm. Mənim təzyiq problemim falan yoxdur. Əksinə hələ qalxır mənim təzyiqim bəzən. Çox qalxmır, belə 10 bal falan da olur ki qalxır. Ona görə, yəni ki mən bunu belə deyim də 2 stəkan falan içirəm. Gün içində 2 stəkan içirəm. Belə parımı 2-3 dəqiqə belə yandırıram altını. Qəşəng olur onda. Все. Masanın üzərindəki bu süfrəni də istəyirəm yumağa atam. Çay dəsmallarım var, onlarla fırladacağım. Belə. Silək tozumuz olmaz. Burada suyunu dəyişdim. İçində daşlar yuyulmuşdu, ərk kimi olmuşdu. Biraz qalır 1-2 gündən bir dəyişirəm də suyunu. Əvvəllər burada mənim balığım var idi. O vaxt hələ nişanlıydım. Sonra onlar öldülər deyə üzüldüm. Daha çox balıq falan almıram, necə heyvan falan almıram. Çünki mən üzülürəm də, yəni onlara bir şey olanda mən pis oluram. Əməli depressiyaya düşürəm. Özümə gedə bilmirəm günlərlə, ona görə də almıram elə şeylər. Yəni tısbağam da olub, ölüb, nə bilim balığım olub, itim olub, ölüb. İtdə həyətdə saxlamışıq, həyət iti itdə, amma balaydı, çox pis olmuşdum öləndə. Ailəlikcə pis olmuşduq deyim. Belə, ona görə də bunu aksesuar kimi işlədirəm. Bilirəm, soruşanlar olacaq ki, necə bura balıq falan qoymursunuz. Amma istəmirəm daha. Neyse, süfrəm yulsun, işin üstündən bunu sərəcəm yerə. Belə. Keçdim artıq evi toz soğanlamağa, silməyə, tozları almalıyam, pəncərə önlərinin tozlarını almalıyam.
Onu deyim ki, mən evi yığışdıranda qızlar, bilmirəm siz necəsiz? Ev yığışdıranda bütün beynim elə bir ki sakitləşir, bütün düşüncələrimdən uzaqlaşıram. Sanki beynimi təmizləyirəm. Mənə çox maraqlıdır ki, sizdə necədir? Siz dağınıq evdə xoşbəxt olmaq olar ideologiyası ilə, düşüncəsi ilə yaşayan xanımlarsınız, yoxsa mənim kimi ətraf düzənli olanda sizin də daxili aləminiz sanki düzəndə olurmuş kimi hiss edirsiniz? Həqiqətən mənə maraqlıdır ki, bu cür düşüncə təkcə mənəm, yoxsa mənim kimi xanımlar da çoxdur. Bəzən hətta düşünürəm ki, bəlkə mən artıq çox yəni ev işlərinə takıntı halına gəlib. Sonra deyirəm ki, yox, yəni bu takıntı deyil axı, bir şey ki dağılır. Necə dağıntıda yaşamaq olar? Necə tör-töküntüdə yaşamaq olar? Necə toz gözünə girir, orada rahat uzanıb oturmaq olar? Hər nəsə məsələn nasaz olarsan, narahat olarsan, xəstə olarsan, sözsüz biraz dincələ bilərsən, iş qaçmır. Amma yenə də inanın ki, ən belə nasaz vaxtımda, belə qızdırmalı hətta olub vaxtım, onda belə mən həmən toparlanmaq üçün ev işlərinə heç bir iş görməyə cəhd etmişəm ki, o zaman daha belə tez sağalıram. Yoxsa uzandıqca insan sanki üstünə ağırlıq çökür, elə uzanır. Belə məncə ən gözəl terapi, həqiqətən də belə bir söz var, iş insanın cövhəridir. Doğrudan da iş insanın cövhəridir. Düşünürəm ki, boş bekar qalmaq insana pis vərdişlər hətta belə gətirə bilər, pis düşüncələrə belə gətirə bilər boş bekarçılıq. Ona görə daima sanki özünə bir məşğuliyyət tapmalısan. Hətta evdəsənsə belə, hal-hazırda tutam ki, evdə xanımsan, yəni boş oturum, əlimdə pult, telefon və ya televizor bekar qalım, bu olmaz yəni. Daima hərəkətdə olmaq lazımdır. Mən məsələn iş görə xoşlayıram, ya televizorda nəsə bir şey qoşurum. İndi Ömər heçdən cizgi filmə falan baxanda o heç. Amma telefonda məsələn film qoşuram, ya vlog qoşuram. Məsələn işimi görürəm. Sizi bilmirəm, siz necə iş görürsünüz qızlar? Mən belə yəni ki iş görə bilmirəm də, telefonda nəsə orada getməsə iş görə bilmirəm. Ya dua qoşaram, ya da ki nəsə bir film qoşaram. Xüsusən də Yaprak Dökümü ən çox favori kinomdur. İllər keçib üstündən, amma hələ də o kinonu qoşuram mən. Bilmirəm onun musiqisindəndir, nəyindəndir, yoxsa oradakı o aktyorlar köhnə aktyorlardır. Nəsə sanki elə durmadan ətrafımdakı xanımlara da baxıram ki, durmadan baxa bilirlər o filmə. Belə, siz necəsiz qızlar? Qeyd eləyərsiniz fikirlərinizi, mənim düşüncələrimə inşallah. Evi sərgiyə saldım. Oldu gül kimi. Otaqda səliqəlidir. Hər şey tərtəmiz. Bir dənə lüstrumu silməyə qaldım. Lüstru silmək. Buralar da təmiz. Hər şey yerbəyər. Çox şükür. Hamamı da göstərməmişəm axı. Hamamı da sərgiyə saldım. Hər yanı qurutdum. Buradan düşərəm deyə güzgüdən, ona görə göstərmirəm. Belə hamısı sərgəli, hər yan. Mərmərin üstü, mərmərin ətrafı hamısı qupquru. Qəşəng, tərtəmiz. Belə güzgümü də sildim. Gül kimidir. Dəsmalı da dəyişdim. Ondan sonra Ömərin otağı xalçasını da çırpdım pulu siləndən sonra. Bir dənə bax bu lüstr. O lüstr, bir də qonaq otağı lüstrü. Bu üçü qaldı silməyə. Burada da paltarlarımdır, ütülənənlər falan belə. Onlar da indi yerbəyər eləyim. Ütülənənləri belə yığıram. Qoyuram, hamısını sonra ütüləyirəm də. Belə. Bir də bu güzgüləri silmək qaldı. Hoşumda belə toz almaq, güzgü şeyləmək bunlar qalıb. Amma onu indi eləməyəcəm, çünki yemək yeməliyik. Sac istəyirik, pişirək, qəşəng. Amma toyuğun sinətini eləyəcəyik. Çünki Ömər şey eləyir, yemir. O günlər hətta Qubaya gedəndə də orada mən düzdür göstərmədim. Branşını söndürüm. Göstərmədim də, yemək içmək göstərmədim çox. İnanın ki, o sadəcə yemədi Ömər. Kartoşka free. O bir də rayona gedəsən, quzu əti zakaz verəsən. Uşaq yemədi. Ancaq deyir ki, kartoşka yeyəcəm də. Bir də xərə çörək edirləri. Ondan yedi. Onu da biraz süzmə falan üzərinə çəkdim. Orada qəşəng süzmə verirdilər. Ondan sifariş etmişdim. Biraz süzmə, biraz manqal salsı falan belə yedim. Heç nə.
Ona görə bir dənə axırıncı bu paltaları şey eləyim, qəttalayım, yerber eləyim. Gediblər alış-verişə. Gəlsinlər. Demək toyuğun sinəti. Yoldaşıma dedim ki, toyuğun sinəti olsun. Çünki o yaxşı yeyir də onu. Elə həyətdə qəşəng kartof, badımcan, belə pomidor da qoyarıq böyür başına. Şükür Allah hər şey var. Doğğa da eləmişəm. Doğğa da var. Onu da çəkmədim sizə. Belə. İndi bir də paltaları yerber eləyim. Ondan sonra həyətə düşək, stolun falan üstünü silim. Saçımı biraz yüngülvari yumuşam, təmizdir. Prosta yenə də belə tozunu falan alım. Всё. Qaplarımı da yumuşam. Bunlar da belə hər yan sürtmüşdüm də. Gördünüz bayaq. Qapları da yudum ki, biraz suyu çəkilsin. Zaten istifadə edirəm. Ona görə indi yerber eləmirəm. Belə. Heç nə. Şöyle qızlar, bunlar da qəttalayaq. Gidək həyətə. Geldi oğlum. Bırak bak necə gedir. Geçen de mama nereye? Bak külək gülüdür de o. Görsən? Bak atası. Ey ağıllı bala maşallah. Sen de mənim ürəyimsən də Ömər. O sənin gülündür, sən də mamanın ürəyisən. Nə eləsin? Eləmə, gülü yellətmə elə Ömər. Ömər qırılacaq mənim gülüm. Eləmə oğlum. Kardeşi ver. O sen kardeşin değil. Gül diyor. Ne kardeş? Parkdasan sen kardeş yerlədirsən. Hazırdır çok şükür, min şükür. Allah verəndən doğradıq, qoyduq, qarpızımızı da doğradıq. Ömər Paşa da buradadır. Buna bax, ana qəşəng doğğa pişirib. Qəşəng doğğa iç. Süper değil mi? Çay nədir ay oğlum? Çay vaxtıdır. Belə. Tərs mərsli bu uşaq. Suyun sən. Davay başlayaq yemək yeməyə Ömər. Dadlıdır hə? Süper değil. Evimiz atası. Ömər Paşa'nın atası. Hə Ömər? Heç nə olmaz, sudur da, nə olacaq ki? Bir dənə sudan, ev həyətdə olar oğlum, həyətdə olar. Evdə deyirəm, ehtiyatlı ol ki, yeri göz su olmasın. Ay, o panda. Saçı belə düzət, qəşəng otur. Davay. Bundan da yeyeyim, mama qurban. İsti qəşəng. İstəmirəm. Yaxşı, birazdan yeyərsən də, qoy qalsın soy. Su qoyma yerə axı. Hə, yaxşı. Dəmlənər. Bu hale alışır. Bu gerçekten mi? Evet öyle. Merhaba Mike. Şimdi nasıl hissediyorsun? İyisin. Bunu durdum. Hava istemişti. Hava diyanı. Ha. Hava diyanında fırlamır o. Ha. Ha. Nasıl? Ayca. Dayanıp kimi durdum. Gördüm. Hayır dayanıp kapat. Niye indi? Bak esme istiyor ama fırlamak istiyor. Bak fırlanamır. Səhər fırlanacaq da ya. Deyib baba. Arada bir külək gəlir.
Tərpənmək istəyir. Bir tane falan diye. Hə. Derdi hava. Gəldi. Nəhayət ki, evə girdik. Yeməyimizi yeyəndən sonra yığışdır elədim. Hava dəhşət isti idi. Da hicab çəkib, daha doğrusu hicabı taxıb belə görüntülü halda iş görə bilmədim. Amma bir də onu da bilərəm ki, bunlar hamısı yuldum. Kafinkalar, bankalar, nə bilməyim, burada qablar hamısı üst-üstə qalmışdı. Yemək o qədər ləzzətli çıxmışdı ki, yeriniz məlum. Göz haqqınızı hal edin. Yemək o qədər qəşəng çıxmışdı ki, yuxu tutur məni. Burada da bablar da yumuşam. İndi çıxım zibili atım. Bu da xadinkı da boşaltmışam. Xadinkdəki artıq şeyləri də boşaltmışam. Heç nə, aparım zibili atım həyətə. Burada videonu dayandırmaq istəyirəm. Bir dənə qablarımı quruyub yatacam, dincələcəm. Sabah çünki sənəd işlərimiz var. Bir ki, ora getməliyik inşallah. Çox tez durmalıyam. Belə, inşallah ümid edirəm ki, bəyəndiniz. Bu videomu da bəyəndinizsə, bəyən butonuna basıb yorum yazaraq dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın. Allah nəsib etsə. Növbəti gün, növbəti vlogda inşallah ki, görüşərik.